Birinci Pyotr 1672 ildə Moskva şəhərində anadan olmuşdu. O taxta 1682-ci ildə oturdu. Yeniyetmə dövrü zamanı Avropa ölkələrinə səyahət edən birinci Pyotr gördüyü tərəqqini Rusiyaya dönüb həyata keçirməyə başladı. Boyu 2 metrdən hündür olan birinci Pyotr qəzəbli olanda saraydakılar xanımından gəlməyi rica edirdilər. Yalnız qadının qucağında birinci Pyotr sakitləşirdi. Rusiya üçün çox böyük işlər gördü. Ordunu peşəkar etdi, əskər formasını təsdiqlədi, dəniz donanmasını yaratdı, Sankt-Peterburg şəhərini inşa etdi, ölkəni regionlara böldü, hər kəsin təhsil almasını bildirdi. Rusiyada yeni il sentyabr ayında idi. Birinci Pyotr yeni ili dekabra keçirdi. Ölkədə ilk muzey açdı, zavodlar tikdirdi, Elmlər Akademiyası yaratdı. Birinci Pyotr Rusiyanın ilk imperatoru oldu. Güclü olmasına baxmayaraq tez-tez xəstələnirdi. 1725-ci ildə 52 yaşında Sankt-Peterburgda vəfat etdi.